Nüvə sınaqları yarışına Amerika Birləşmiş Ştatları da qoşulur. Vaşinqton 33 ildən sonra bu prosesə başlayır. Ağ Ev Rusiya və Çinlə ayaqlaşmağa çalışır. Prezident Donald Trump ölkəsinin dünyada daha çox nüvə silahına malik olduğunu deyib. Trumpın bu addımının Rusiya və Çinə qarşı güc nümayiş olduğu bildirilir. Çünki onun qərarı Moskvanın nüvə başlıqları daşıya bilən 2 yeni silahı sınaqdan keçirdiyi dövrə təsadüf edir. Bunlara Kremlin Vaşinqtonun müdafiə sistemlərinə nüfuz edə biləcəyini iddia etdiyi raket və Amerika Birləşmiş Ştatlarının qərb sahillərini vura bilən radioaktiv okean qabarmasına səbəb olan Poseidon sualtı pilotsuz təyyarəsi daxildir. Lakin Rusiya bunu təkzib edib. Vaşinqton prosesin bərpasının yeni və köhnə silah növlərini sınaqdan keçirməyə icazə verəcəyini düşünür. Mütəxəssislərin fikrincə, yeraltı nüvə sınaqlarına yenidən başlamaq üçün ən azı 36 ay vaxt lazımdır. Eyni zamanda, bunun nüvə silahlarının yayılmaması müqaviləsini poza biləcəyi ehtimal edilir. Çünki Amerika Birləşmiş Ştatlarında nüvə mühərrikli silah yoxdur. Bu səbəbdən proses klassik partlayışlar tərzində həyata keçiriləcək. Xarici nəşrlər yazır ki, belə olan halda risklər artır. Lakin Donald Trumpın bəyanatında bəzi çatışmazlıqlar var. Hansı növ testin nəzərdə tutulduğu, miqdarı və təhlükəsizlik tədbirləri bəlli deyil. Ehtimallara görə proses yerin altında baş tutacaq. Donald Trump'ın bu fikri Amerika siyasətini alt-üst eləyə bilər. Əgər Vaşinqton yenidən nüvə sınaqlarına başlasa, Çin və Rusiya da onu təkrarlaya bilər. Moskva Ukraynada müharibə uzandıqca nüvə silahından istifadə ilə hədəliyir. Eyni zamanda Çin səhrada daha çox nüvə raketi silosu tikir və bu da yeni bir silahlanma yarışı təhlükəsini gündəmə gətirib. Bu, qlobal miqyasda nüvə silahlarının yayılması ilə bağlı ciddi narahatlıq yaradıb. Las Vegasın şimalında yerləşən sınaq obyektində bu testləri yenidən başlatmaq üçün çox böyük miqyaslı hazırlıq tələb olunur. Buna görə də məsələnin necə irəliləyəcəyi hələlik qeyri-müəyyəndir. Lakin Trumpın təkcə bu açıqlamaları belə nüvə mütəxəssislərini ciddi şəkildə narahat eləyib. Birləşmiş Ştatlar 1945-1992-ci illər ərzində 1054 nüvə sınağı həyata keçirib. Ən dəhşətlisi isə 1954-cü ildə Castle Bravo bombasının hidrogen missiyası olub. Proses Sakit Okeanda Bikini Atol adasında baş verib. Sözü gedən bombanın gücü təxminən 15 megaton təşkil edib. Bu, Vaşinqtonun indiyə qədərki ən dəhşətli nüvə sınağı hesab olunur. Radiasiya buludu 18 min kvadrat kilometr ərazini əhatə etdi və külək istiqaməti səhv hesablandığı üçün yerli sakinlər şüalanmaya məruz qaldı. Yüzlərlə insan xəstəlik tapdı. Ağ Ev bu sınağı termonüvə silahı proqramının bir hissəsi kimi həyata keçirib. Məqsəd yeni, daha yüngül və daşına bilən quru yanacaqlı hidrogen bomba sınağı idi. Çünki əvvəlki modellər maye yanacaqla işləyirdi və həcmləri çox olub. 1963-cü ildə Partial Test Ban Treaty imzalandı və bununla atmosfer, sualtı və kosmosda nüvə sınaqları qadağan edildi. Bikini Atol adası bugün də tam yaşamaq üçün yararsız sayılır. Orada hələ də yüksək radiasiya səviyyəsi qalır. Thus is formally taken one small hopeful step toward world peace. Amerika Birləşmiş Ştatları sonuncu dəfə partlayışlı nüvə sınağını isə 1992-ci ildə həyata keçirib. Daha sonra Vaşinqton soyuq müharibə bitdiyi üçün müvəqqəti dayandırma elan edib. Son 33 il ərzində real partlayışlar yerinə müasir kompüter simulyasiyalarından istifadə olunub. Bu təcrübələr vasitəsilə zəncirvari nüvə reaksiyası başlamır. Belə sınaqlar subkritik təcrübə adlanır. Proses adətən laboratoriya şəraitində həyata keçirilir. Bura nüvə maddələrinin təhlili də daxildir. Amerika Alimlər Federasiyasının məlumatına görə Rusiyanın 5459, Amerika Birləşmiş Ştatlarının isə 5177 döyüş başlığı var. Çin isə 600-ə yaxın döyüş başlığı ilə 3-cü ən böyük nüvə dövlətidir. Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi bildirib ki, Pekin son 5 ildə nüvə arsenalını təxminən 2 dəfə artırıb. Kreml rəhbəri Vladimir Putin Rusiyanın başqalarının addımlarına cavab verəcəyini bildirib. Çin Vaşinqtonu müvəqqəti dayandırma öhdəliyinə əməl etməyə və qlobal strateji tarazlığı qorumağa çağırıb. Donald Trump digər ölkələri silahlara nəzarət danışıqlarına cəlb etmək üçün onlarla uyğunlaşmaq istəyir. Vaşinqton düşünür ki, rəqibləri ilə qarşılaşmalıdır. O, rıçaqlar olmadan danışıqlara gedə biləcəyini ehtimal etmir. Bu yolla Trump Rusiya və Çinlə daha dərin nüvə müzakirələri aparmaq üçün vasitə axtarır. Bəlkə də bu klassik tələdir. Bütün tərəflər bir-birinin nüvə sınağı keçirdiyini düşünür.
Donald Trumpın nüvə sınaqları ilə bağlı bəyanatı 2026-cı ilin fevralında yeni strateji silahların azaldılması müqaviləsinin başa çatmasına təxminən 100 gün qalmış bir dövrə təsadüf edir. Bu, Ağ Ev və Kreml arasında olan nüvə silahlarına dair sonuncu müqavilədir. Vaşinqtonun Çin və Rusiyanın bu məsələdə nəbzini yoxladığı da ehtimal olunur. Ağ Ev, Pekin və Moskvanın prosesə necə reaksiya verəcəyini sınaya bilər. Analitiklər bildirirlər ki, texniki və siyasi çətinliklər səbəbindən Amerika Birləşmiş Ştatlarının dərhal nüvə partlayıcı testlərə qayıtması sual altındadır. Lakin belə bəyanatlar Rusiya və Çin arasında nüvə yarışını, strateji rəqabəti gücləndirə bilər.